Salam aleyküm dəyərli dostlar. Deməli, dəyərli dostlar, biz 4-cü bölümdə inşallah bu 1, 2, 3-ü bölümləri təkrar eləməyi düşündüm. Kimin ehtiyacı varsa bu 4-cü bölümə baxa bilər. Əgər ondan əvvəl bu 4-cü bölümdən əvvəlki 3 bölüm kifayət edərsə, 5-ci bölümdəki fəthə dərsinə keçə bilər. Deməli, dəyərli dostlar, biz dedik ki, 28 hərf var. Quran-Kərim əlifbasında, ərəb əlifbasında 28 hərf var. Onlardan hansı qruplara böldük biz? Biz böldük qalın hərflər, ondan sonra incə hərflər, ondan sonra pərtək hərflər, bir də boğaz hərflər qrupuna biz böldük. İndi siz də əlifbanızda, məndə bu, baxın dostlar, 4-cü və 5-ci səhifədədir. Sizdə də əlifbanızda bilməm neçənci səhifədədir. Siz də belə, özünüzü belə takip edə bilərsiniz. Yaxşı olardı ki, bir nəfər ola, siz görürsünüz, burada sol tərəfdə hərflərin adları yazılıbdır. Cindir, hədir, hadır, dərdir. Sağ tərəfdə isə hərflərin adları yazılmayıb. Yaxşı olardı ki, bir nəfər kim dostdan, tanışdan ola, siz bunları bir-bir oxuyasınız. Digər qardaş da bu şeylərə baxar ki, düzmü oxuyursunuz, yoxsa səhv oxuyursunuz. Burada da hərflər qarışıq şəkildə yazılıbdır. Görürsünüz, burada əlif birincidir, burada isə zəl birincidir. Burada isə zə birincidir. İndi bunlardan biz özümüz üzərində çalışsaq əgər, buradan seçirik. Məsələn, qalan hərflər hansılardır? Tap işarəliyik, qalan hərflər tapırıq. Sad, ondan sonra qayın, bunları qalın hərflər, A kimi oxuyasınızlar. Ta, ondan sonra va, ondan sonra qalın hərflər tapırıq, qalın. Görürsünüz dostlar, hərəsi bir tərəfdə var bunlar. Dad, başqa qalın hərflər. Qaf, başqa qalın hərflər. Xa, bir dənə də ra. Neçə oldu dostlar? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-ci dedik ki, dostlar, nədir? Bəzi yerlərdə incə oxunur, amma biz bunu qalın götürürük. Nə üçün? Çünki çox yerdə Quran-Kərimdə bu A kimi oxunur. Deməli, pərtək hərfləri tapaq. Qələmimizin rəngini dəyişək bir dənə. Pərtək hərfləri tapırıq, dostlar. Pərtək. Hansılar olmuşdu? 3 dənə pərtək hərflərimiz var. Axtarırıq. Başdan axtarırıq belə. Pərtək hərflər. Rəl, dostlar. Pərtək hərfdir. Bu bir. Pərtək hərf necə oxunur? Dilin ucu həm üst dişlərin, həm də alt dişlərin ortasından biraz çölə çıxır. Yəni, dil görsənir. Nə oldu? Zəl. Siz də deyin, dostlar, vəl. Zəl. Həm üst diş, həm alt dişin elə bir ortasından həm üst dişi, həm də alt dişi belə dilin ucunu çıxardırsan. Zəl, zəl və dil çöldə görsənir, biraz görsənir. Zəl, 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 zəl. Sanki üst dişlərlə, alt dişlərindən dili dişləyirsən. Zəl, 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 zəl. Dilin ucunu sanki dişləyirsən. Ki, bu pərtək çıxsın. Bu bir, dostlar. Bu pərtək, zəl səsimiz bu bir. İkinci, va. Bu iki, dostlar. Va. Biri var deyirəm ki, za. Görürsünüz, açıqdır bu. Bir də var deyirəm ki, za. За, за. Bu iki. Üçüncü pərtək səsimiz, dostlar. Bu da nə oldu? Bu da üçüncü pərtək səsimiz. Bu da nə oldu? Fə, fə, fə. Görürsünüz, indi mən pərtək oxumuram. Sə. Aydın oldu sə. İndi isə pərtək oxuyuram. Fə, fə, fə. Bu da pərtək. Deməli, nə oldu, dostlar? 3 dənə də pərtək. Sonra boğaz hərflərimiz hansıdır? Boğaz hərflərimiz, bunu da başqa rəngdən işarə edirəm ki, görəndə tanıya bilək.
Belə dostlar, bu da bizim boğaz hərfimiz. Bu da bizim boğaz hərfimiz. Nə oldu? Hə, hə. Səs ilə bir hə səsi, humayun hı səsi dostlar. Boğazın ortasından çıxır. Hə, 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 hə. Bu bir. Sonra geldi hansı dostlar? Ayn. Bakın dostlar. Bu da hansı oldu? Bu da ayın sesi oldu. Hardan çıxır? Boğazın ortasından çıxır. Ayn. Ayn. İyyəkə na'budu. Na'budu. Fatihə surəsində dostlar burada ayın var. İyyəkə n-ə na' na' o ə dostlar ayın hərfidir. O da boğazdan çıxır. İyyəkə na'budu. İyyəkə nəstə'in. Ayn, ayn, ayn. Orada da i boğaz hərfi olduğu üçün boğazın ortasından çıxır səs. Nəstə'in. Dostlar, bu səsləri siz məşq edin üzərinizdən. İlk öncə biraz qəribə çıxır səslər, çətin olur, amma sonradan nə olur? Qulaq eşitdikcə, dil çıxartdıqca həmin səsə alışır. Bir də çalışın, Quran-Kərim YouTube-dan dinləyin. Baxın, Fatihə surəsini dinləyə bilərsiniz. Çünki Fatihə surəsində bu boğaz hərflərdən istifadə olunur. Deməli, bizim 4-cü bölümümüzdə 28 hərfin həm təkrar elədik, həm boğaz, qalın, pəltək hərfləri təkrar elədik. Bir də incə hərflər hansılardır? İncə hərflər də dostlar, dediyim kimi, onlar da ə-dən oxunur. Yəni, bunlar da ə-dən oxunur. Bunlar da, məsələn, görürsünüz, zə, ondan sonra mim, kəf, şin, cim, ləm. Bunlar da incə hərflərdir. Ondan sonra yə, əlif, sin, dəl, vəv, hə, lam əlif, bə, nun, fə. Bir də dostlar, çalışın bu 28 hərfi çox gözəl öyrənin ki, biz 5-ci bölümdə fəthə dərsini keçdiyimiz zaman sizin hərf sıxıntınız olmasın. 5-ci bölümdə görüşərik. Özünüzə yaxşı baxın.